bu günləri Astaranın Ucqar kəndlərinin biri olan Əzərut kəndindəyəm. Qəhrəman, döyüşçü, xüsusi təyinatlı qüvvələrin əfsanəsi Azərbaycanın milli qəhrəmanı Pəncəli Teymurovun evinə bugün gəldik. Pəncəlinin ev muzeyini ziyarət elədik. Artıq Pəncəli Azərbaycanın milli qəhrəmanıdır. O 17 ilə yaxın xüsusi təyinatlı qüvvələrdə xidmət aparıb. Aprel döyüşlərində Talış istiqamətində 21-ci post deyilir. O ərazidə düşmən təxribatının qarşısını alarkən döyüş yoldaşları Murad Mirzəyev, Samid İmanov, Dilsuz, Mühit Orucov, Elnur İskəndərov, onların hər birinin Allah ruhunu şad eləsin. Həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən bunu sidq ürəklə deyirəm, təmiz ürəklə deyirəm. Hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canımla, qanımla keçməyə hazıram. Və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olub, Azərbaycan Respublikasının 3 rəngli ay ulduzlu bayrağı ilə bükülüb tabutun dəfn olmağa getsin. Hamınızı öpürəm. Getdi öpürəm səni. Bizim cənab Ali Başkomandanımız, Prezidentimiz İlham Əliyev bizi sevindirdi. Pəncəli Milli Qəhrəman adı verildi. Ona görə iki qızları gəlmişdilər. Pəncəlinin muzeyin ziyarətinə gəlmişdilər. Anar müəllim də onlarla bir yerdə gəlmişdi. Mənim üçün çox böyük şərəf idi. Onlar da məni çox sevindirdilər. Pəncəlinin ziyarətinə gəlmişdilər. Gəlmişdilər axşam. Çox sevindim. Allah onlardan razı olsun. Allah kömək olsun. Gəldilər, muzeylə tanış oldular. Elə bir Pəncəli onların doğma qardaşıdır. Elə yanaşdılar, baxdılar. Yəni Pəncəlinin hər bir şəkli ilə, başqa şəhidlərin şəkli də var. Onlarla hamı ilə maraqlandılar. Elə bil, siz inanırsınız, mən elə Pəncəlinin 2 bacısı var idi. Amma mən indi özümdən hiss edirəm ki, Pəncəlinin 4 bacısı var. Leyla xanım, Arzu xanım, bir Səmradır, bir Samirədir. Mən bunları hamısını özümə doğma balam kimi istəyirəm. Pəncəlinin də indi 4 bacısı var. Mən belə hiss edirəm. Pəncəlini ad vermək bu təsdiq oldu. Bütün Azərbaycan xalqının sevinci həddi hüdudu yox idi. Mən dəfələrlə bu sözü demişəm. Yenə də deyirəm. Azərbaycan bayrağı bütün dünya üzərində ucalarda dalğalansın. Bizim prezidentimizin adı da bunun yanında. Həm ordu üçün, həm Hikmət Mirzəyev özü də dəfələrlə deyib ki, o mənim ordumun onurğa sütunu idi. Əlbəttə demişdik. Pəncəli, Pəncəlinin 7-si də gəlmişdi. Hikmət Mirzəyev bu sözü dedi. Amma 2 il bundan qabaq may ayın 7-si gəlmişdi. Yenə də o sözü dedi. Bəli. Dedi ki, Pəncəli, mən bir-iki kəlmə söz dedim. Dedi ki, ana bilirəm nə demək istəyirsən. Adam var, ona milli qəhrəman adı verilib. Amma heç kim tanımır. Amma Pəncəli milli qəhrəman adı verilməsə də bütün dünya onu tanıyır. Bunu hamı bilməlidir ki, Pəncəli İspesnazın onurğa sütunu olur. Mən Hikmət Mirzəyevə də çox sağ ol deyirəm, minnətdaram. Hamısına minnətdaram. Kimin yəni Pəncəli haqqında bu milli qəhrəman ad vermək barədə kimin bir kəlmə sözü də olubsa, mən öz təşəkkürümü, minnətdarlığımı onlara bildirirəm. Çox sağ olsunlar. Allah ruhunu şad eləsin. Nurməmət kişinin də Allah ruhunu şad eləsin. Çox istəyirdi, çox arzusu idi. Getdim onun məzarın yanında dedim. Pəncəli də öz arzuna çatdı, siz də rahat uyuyun. Pəncəli də getdim, dedim ki, oğlum, haqq öz yolunu tapdı, sənin adın verildi, sənin təzə adınla təbrik edirəm.
o hər şey öz canını, öz qanını, öz gələcəyini, hər şey xalqa, dövlətə, vətənə yəni qurban verdi. Hə. Allah olacaq biraz. Sizi də yormayaq. Çox sağ olun. Allah sizə ömür versin. Nə var nəticə toy görəsi bu həyatda. Temurov Famil Nurməmmədoğlu, Milli Qəhrəman Pəncəli Temurovun iki qardaşı. Dünənki tarixdə bizim həqiqi mənada sevincimizin həddi hududu yox idi. Çünki belə bir dağ kəndini ziyarət, prezidentin əziz bağaları ziyarət etməsi bizim üçün böyük bir sürpriz oldu, həqiqi mənada deyirəm. Həyata gəldilər, bizlə görüşdülər, mehriban şəkildə nətər lazım idi. Muzeyə keçdilər, muzeydə də maşın qapısını açdıq, maşına baxdılar diqqətlə. Sonra ikinci mərtəbəyə qalxanda biz bu Pəncəlinin döyüş haqqında, yəni onun təltif olunduğu fəxri fərmanları icra elədim, danışdım bu barədə. Türkiyədə 6 ölkə arasında birinci yeri tutmuşdu. Paraşutda 94 balla onu icra elədik və ən əsası 2015-ci ildə Cənab Prezident hələ sağlığında Milli Qəhrəman Pəncəli Temurovu Yiğidliyə qədər medalı ilə təltif eləmişdi. Onu göstərəndə həqiqi mənada o gözəl bağların gözləri yaşla doludu mən onlara izah edəndə. Və döyüş yolunda demək olar ki, tam söhbət eləyəndən sonra xatirə şəkli çəkdik biz. Həyətdə çay süfrə arxasında sevincimizi bölüşdük. Həqiqi mənada belə bir vaxtda, yəni belə bir çətin bir dağ kəndində bizlə bir yerdə sevincləri bölüşdüklərinə görə mən onlara dərin təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Bizim üçün çox qürurlu idi.